Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Biz Sahibkarlar Günü ərəfəsindəyik və həmçinin hər zaman olduğu kimi 21-ci yüzyılın qadını proqramındayıq. Əlbəttə ki, Sahibkarlar Günü ərəfəsində olduğumuz üçün biznesdə qadınların rolu mövzusunda söhbət etmək üçün studiyamıza Tərəqqi medallı Continental şirkətinin təsisçisi, həmçinin tibb üzrə fəlsəfə doktoru, dosent Afət Həsənovanı dəvət etmişik və söhbətimizin gerisinə onunla davam edəcəyik. Xoş gəlmisiniz Afət xanım. Xoş gördük Mətanət xanım. Əlbəttə ki, mən qeyd etdim, biz Sahibkarlar Günü ərəfəsindəyik. Ona görə istərdim öncə bir neçə cümlə Azərbaycanda sahibkarlıqda qadınların rolu barədə fikrinizi öyrənək. Öncə sizə təşəkkür eləyirəm. Qadınların sahibkarlıq fəaliyyətinə də zaman ayırdığınız üçün elə sahibkar qadınlar adından sizə təşəkkür eləyirik Mətanət xanım. Öncə buradan başlayacağam ki, bunun əsasını bizim ulu öndərimiz qoymuşdu və bu uğurlu yolun davamçısı Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev cənabları davam etdirdi və 2016-cı ilin aprel ayının 21-də 25 aprel tarixini Sahibkarlar Günü elan etdi. Deyərdim ki, bax bu sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəsə çox böyük bir dəstək idi. Çünki əgər bir sahibkarın ayağa durub fəaliyyətə başlayırsa və o dövlətin və dövlət başçısının dəstəyini görürsə, bu ancaq uğurla nəticələnə bilər. Ona görə bu arada mən cənab prezidentimizə bir vətəndaş olaraq, bir sahibkar olaraq və qadın sahibkarlığında fəaliyyət göstərən Azərbaycan sahibkar xanımları adından dərin təşəkkür eləyirəm. Afət xanım, yəqin razılaşarsınız ki, əvvəllər qadınlar sahibkarlıqda, biznesdə çox da fəal deyildilər. Yəni sayları çox deyildi, belə deyək. Bəli. Amma son illərdə müşahidəmiz, gördüyümüz mənzərə tamamilə fərqlidir. Necə düşünürsünüz? Sahibkar qadınlar daha çox iddialıdırlarmı, yoxsa zərif çiyinlərinə daha ağır yüklər götürməyə məcburdular? Mətanət xanım, deyərdim ki, qadınlar bir dövlət dəstəyini, dövlət başçısının dəstəyini gördükdə özünə inam hissi artır. O inam hissindən ayağa duraraq qurmaq istədikləri sahibkarlıq fəaliyyətinə başlayırlar və çox da gözəl uğurlar əldə edirlər. Mən deyərdim ki, qadınlar zərif məxluq olsalar da, amma o zərif çiyinlərində ağır yük daşımaqdan heç zaman çəkinməyiblər. Əksinə, bu onlara stimul verir. Belə ki, qadınlar təhsil alır, öz sahələrində işləyir, sonra ailə qayğıları və ilaxır. Buna baxmayaraq, görürsünüz ki, əlavə biznes fəaliyyəti ilə də məşğul olurlar. Bu da qadınların daha güclü olmağına bir işarədir. Əlbəttə, biz ölkəmizdə iqtisadiyyatın inkişafı, eləcə də qeyri-neft sektorunun inkişafından geniş danışa bilərik. Amma mən istərdim ki, qadınlarımızın hansı biznes sahəsində daha fəal olduğu, daha uğurlu olduğu haqqında danışaq. Qadınlar biznesin hansı sahəsində uğurlara imza atırlar? Qadınlarımız düzdür, səhiyyə, siyasət, təhsil və digər sahələrdə öz fəaliyyətlərini davam etdirmələrinə baxmayaraq, orada uğur qazanmalarına baxmayaraq, eyni zamanda daha çox xidmət sektorunda, səhiyyə sektorunda daha çox uğur qazanırlar. Azərbaycan qadınları bugün siyasətdə, ən ali kürsülərdə, mədəniyyətdə, təhsildə, səhiyyədə qeyd etdiyiniz kimi uzun illərdir ki, əslində öz yerlərini alıblar. Amma biznesdə son illər daha çox aktivləşiblər və siz qeyd etdiyiniz kimi, deməli, sağlamlıq sektorunda və xidmət sektorunda biznes liderlər daha çoxdur, belə deyək. Sizcə həmin o biznes liderlər bu sektorda fəaliyyət göstərən, ümumiyyətlə biznesin ən müxtəlif sahələrində fəaliyyət göstərən qadınlar biznes davamlılığını nə qədər qoruya bilirlər? Biznes davamlılığını qorumaq üçün və bunun üçün nə lazımdır? Biznes davamlılığını qorumaq üçün mən deyərdim ki,
birinci kadr seçimində düzgünlüyə, sonra həmin o seçdiyi kadrların marağını nəzərə almalıdır. Sonra ünsiyyət. İnsanlarla işləmək bacarığı. Bəli, insanlarla ünsiyyət. Müştəri məmnunluğu belə deyək. Bəli, müştəri bu razılığı. önəmli şərtdir. Tamamilə Eyni haqlısınız. zamanda açdığı biznes fəaliyyəti ilə əlaqədar dövlətin qoyduğu bütün qanunlara zamanında dürüst yerinə yetirmək, Qanun qaydalara riayət heç etmək. bir qanun pozuntusu olmamalıdır. Maliyyə savadlılığı da rol oynayır, deyilmi? Pulun idarə olunması. Bəli, onu da daxil edə bilərik, bəli. Və bunlar hamısı birlikdə toplumda doğru dürüst biznesin əsasını qoyur. Afət xanım, mən biraz da sizin uzun illər bəri fəaliyyət sahənizə diqqət yetirmək istəyirəm. Həkim-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, dosent və özəl sektor. Mətanət xanım, doğru deyirsiniz. Mən hal-hazırda Azərbaycan Dövlət Elmi Tədqiqat Mama Ginekologiya İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərirəm. Tibb üzrə fəlsəfə doktoruyam, dosentəm və 25 ilin sahibkarıyam. Mən yenə vurğulayıram, biraz öncə dediyim kimi, ümumiyyətlə bizim birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər bir Azərbaycan sahibkar xanımı üçün bir liderdir, bir örnəkdir. Biz Mehriban xanımdan çox şeylər götürürük. Onun istər ailə və yaxud da siyasi sektorda, bütün həyatın bütün sahələrində uğurlu addımları bizim üçün bir stimuldur, motivasiyadır. Deyərdim ki, oradan biz yola çıxırıq və çox uğurlu da alınır və mənim də illər boyu, 25 il az bir müddət deyil, 25 il sahibkarlığım göz önündə olub, istər dövlətin qoyduğu bütün qanun qaydalara doğru dürüst riayət edərək, cənab prezidentimiz, təşəkkür edirəm ona bu arada. Sahibkarlıq fəaliyyətinə bağlı siz tərəqqi medalına layiq görüldünüz, səhv eləmirəmsə. 8 mart günü 2023-cü ildə 11 qadına tərəqqi medal verdi və məni də xoşbəxt etdi. Gec də olsa mən də sizi təbrik edirəm. Afət xanım, minnətdaram. Afət xanım, bir sualım da olacaq sizə. Biz hər zaman müşahidə etmişik ki, sahibkar qadınlar daha çox paytaxtda fəaliyyət göstəriblər. Bəli, amma bölgələr də diqqət doğurur, maraq doğurur daha doğrusu. Bölgələrdə necə müşahidə edirsiniz? Son illər fərq varmı? Ucqar kəndlər, rayonlar, bölgələr. Orada sahibkar qadınlar sahibkarlıqla məşğul olmağa üstünlük verirlərmi? Diqqət göstərirlərmi? Çox doğru vurğulayırsınız Mətanət xanım. Öncə əgər Azərbaycan sahibkar xanımlar paytaxtda fəaliyyət göstərirdilərsə, getdikcə marağın artması, motivasiyanın olması, bölgələrdə keçirilən tədbirlərdə bunu aydın görürük ki, nəinki bölgələrdə, hətta kəndlərdə sahibkarlıq fəaliyyətinə çox böyük maraq var, artım var. Gənc xanımlar mı? Gənclər də var, orta yaş da var. Bəli. Hətta biz bir dəfə Zaqatala-Balakən zonasında tədbirdə olduq. Bir dəfə bir cümlə dedik ki, sabah bizim tədbirimiz olacaq. İnanın ki, zal o qədər doluydu ki, hələ nə qədər sahibkar fəaliyyəti ilə maraqlanmağa gələn xanımlar bayırda qaldılar. Yəni o qədər ki, artım, maraq var. Və son, deyərdim, 6 ayda faiz 25% artım olub. Qadınların sahibkarlıqda fəaliyyəti ilə bağlı statistik rəqəmdir bu. Bəli. Yəni bu da bir uğur deməkdir. Dövlətin verdiyi dəstək öz töhfəsini yəni göstərir. Əlbəttə sevindiricidir. Haqlısınız ki, siz qeyd elədiyiniz kimidirsə bölgələrdə əgər qadınlar biznes sahəsində öz potensiallarını realizə etmək istəyirlərsə, bu deməkdir ki, əslində bu dövlətin uzun illərdən bəri həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir ki, biz bunu bugün müşahidə edə bilirik. Mən sizə təşəkkür edirəm. Dəvətimizi qəbul etdiniz, gəldiniz, suallarımızı cavablandırdınız və sizə də fəaliyyətinizdə uğurlar arzulayıram. Çox sağ olun Mətanət xanım. Bu qədər biz sizinlə sağollaşırıq. Əlbəttə ki, növbəti saatda, növbəti müsahibimizlə birlikdə sizin görüşünüzə gələcəyik.